Analar bu günləri kifayət qədər fədakar deyil, ailə canlı deyillər. Boşanmaya da ən çox qadınlar müraciət edirlər. Kişi evə gəlirsən ancaq deyinirsən. Təbii ki, bu kişi də xoş üzü harda görəcəksə ora gedəcək. Kişi xəyanət eləyir. Bir qadın oturub özünə o sualı vermir ki, kişi mənə xəyanəti niyə elədi? Qrup şəklində bunu həyata keçirir. Qadın hüquqları daha yüksək qorunur. Məhz bu səbəbdən uşaq qadına verilir. Xoş gördük əziz Soru TV izləyiciləri. Bugünkü qonağımız hüquqşünas mediator Zaur Quliyevdir. Boşanmaların sayı sürətlə artır. Bunun əsas səbəbi nədir? Xoş gördük. Mən də sizi və izləyiciləri salamlayıram. Ailələr qurulan zaman insanlar seçimlərini düzgün eləmirlər və ailə həyatına hazır olmurlar. Hətta özlərinə ömürgün yoldaşı seçməkdə istəyir qadınlar və kişilər hazır olmurlar. Zaur bəy, ən çox boşanan sevib ailə quranlardır, yoxsa məsləhətlə, toyda falan, toy kasetlərində və yaxud da ki, dost tanışın məsləhət verdiyi və yaxud da ki, qohumlar ən çox hansılar boşanır? Ümumiyyətlə hesab edirəm ki, evlənmələrin içində ən çox sevgidən kənar, məsləhətlə, evlilik xatirinə ailə quranlar çox olduğu üçün elə boşanmalarda da həmin ailələr daha üstünlüyü təşkil edir. Yəni sevib ailə quranlardan çox məsləhətlə, tanışlıqla, evlənmək xatirinə evlənənlərin boşanma sayı daha yüksəkdir. Ən çox qadınlar boşanma ərizəsi verir, yoxsa kişilər? Ailə həyatına artıq tab gətirə bilməyən, davam gətirə bilməyən qadınlar olduğu üçün elə boşanmaya da ən çox qadınlar müraciət edirlər. Boşanmalarda ən çox kişilər günahkardır, yoxsa qadınlar? Boşanmalarda kişilər günahkardır. Çünki daha çox boşanmaya qadınlar müraciət etdiyi üçün, ailəni qadınlar davam etdirmək niyyətində olmadığı üçün aydın məsələdir ki, qadınlar o komfort zonasından kənarda olurlar, ona görə də boşanmağa müraciət edirlər. Komfort zonasını yaratmalı olan şəxs həm də ər olduğu üçün, kişilər də boşanmaq istəmədiyi üçün məlum olur ki, günahkar elə kişilərdir. Komfort zonası dediyiniz, məsələn, yəqin maddi cəhətdən irəli gəlir və yaxud da ki, ailə diqqət cəhətdən hər şey təmin olunur. Bəs yenə də boşanmalar artır. Həmin ailələrdə də, məsələn, maddi cəhətdən təminatı olan ailələrdə də boşanmaların sayı artır. Bunların əsas səbəbi nədir? Ərz bəy, siz çox gözəl vurğuladınız ki, bu gün əksəriyyət insanlarda belə bir mif yaranıb ki, boşanma yalnız maddiyata görədir. Amma mən öz təcrübəmə əsaslanıb deyərəm ki, kifayət qədər maddi cəhətdən təmin olunmuş ailələrdə də boşanmalar yüksək alıb. Xüsusilə də son dövrlərdə. Demək, bu da onu göstərir ki, boşanma yalnız maddiyata görə deyil. Boşanmanın mahiyyəti artıq maddiyata aşır. Burada qadınların bildirdikləri əsas səbəblər kişinin diqqətsizliyi, kişinin xəyanəti, kişinin fiziki və yaxud da mənəvi olaraq qadına verdiyi işgəncələr göstərilir. Kişilər boşanma ərizəsi verərkən ən çox nəyi əsas gətirirlər boşanma kimi, boşanma meyarı kimi? Səbəb olaraq ya qadının deyingənliyini əsas göstərirlər ki, bunu etikadan kənar olsa da bu cür ifadə eləməyə məcburam. Ya da qadının ailəsinin, yəni qadının valideynlərinin ailəyə kənar müdaxiləsinin səbəb kimi göstərirlər. Qaynana, qaynata belə deyək də məsələləri. Məhkəmə boşanarkən uşağın valideynində qalmasını nəyə əsasən götürür? Təbii ki, burada ana və yaxud da ata hüququ yox, uşağın mənafeyi üstün götürülür və məhkəmələr uşağın mənafeyi ilə bağlı məsələlərə baxarkən ki, hansı valideynin yanında qalmalıdır, uşağın mənafeyini üstün götürməlidir ki, götürür də. Bu qanunvericilikdə, nəzəriyyədə də, təcrübədə də belədir. Biz bilirik ki, ər-arvadın hər ikisinin və yaxud da ata-ananın hər ikisinin hüquq və vəzifələri bərabərdir. Deyək ki, hər ikisi maddi cəhətdən təmin olunub, hər ikisi psixoloji və mənəvi cəhətdən sağlamdır, hər ikisi uşağını sevir. Amma məhkəmə yenə də baxır ki, uşağın kimin yanında qalması məqsədə müvafiqdir. Nəyə görə ən çox ananın himayəsində verilir uşaqlar? Uşaqlar adətən ata işdə güclü olduğu üçün, necə deyərlər, çöldə vardı olduğu üçün uşaqlar adətən ananın himayəsində olur, adətən ananın qayğısını görür, xüsusilə də körpə yaşlarında, xüsusilə də südəmər uşaq olarsa və yaxud da hər hansı bir fiziki
əngəlli və ya fiziki səhhətində problemi olan uşaqlar olarsa, bu hallarda uşaqlar ananın himayəsinə verilməlidir. Çünki adətən də həmin uşaqlarla analar məşğul olur. Yəni burada qətiyyən bizim atalarımız düşünməsin ki, qadın hüquqları daha yüksək qorunur. Məhz bu səbəbdən uşaq qadına verilir. Uşaq qadının hüququna görə qadına verilmir. Uşaq ana ilə uşağın bağlılığına görə, ana ilə uşağın daha çox vaxt keçirməyinə görə, bir-birini daha çox anlamağına görə, uşağa qayğıya görə və ümumilikdə uşağın mənafeyi baxımından anaya verilir. Yəni əslində ananın yox, uşağın hüququ daha çox üstün götürülür. Amma təcrübəmizdə kifayət qədər atanın da himayəsinə verilən uşaqlarla bağlı məhkəmə kazusları az deyil. Hansı hallarda atada qalır uşaq? Ananın dəri, yolxucu, zöhrəvi xəstəliyi olarsa, ruhi əsəb xəstəliyi olarsa, ciddi ruhi əsəb xəstəliyindən gedir söhbət, təbii ki, olarsa, eləcə də uşağın təliminə, tərbiyəsinə, təhsilinə, tədrisinə, səhhətinə, mənəviyyatına, psixologiyasına, ümumilikdə uşağın mənafeyinə mənfi təsir göstərə biləcək hallar olsa ki, bura təbii ki, əxlaqsızlıq da daxildir. Bu kimi hallarda təbii ki, analıq hüququndan məhrum oluna bilər və ya analıq hüququ məhdudlaşdırıla bilər və uşaq atanın da himayəsinə verilə bilər. Digər hal isə uşağın seçiminə görədir. Burada da bir mif var ki, vətəndaşlar hesab eləyir, tez-tez də zəng elib sual verirlər mənə ki, uşaq neçə yaşından sonra valideyn arasında seçim eləyə bilər, özü seçə bilər ki, hansı valideynlə qalacaq, ata ilə yoxsa ana ilə. Belə bir yaş norması yoxdur nəzəriyyədə. Sadəcə nəzəriyyədə nə var? Var ki, uşağın neçə yaşından sonra dindirilməsi mümkündür. 10 yaşından sonra uşağın mənafeyi ilə bağlı məsələlərdə 10 yaşından sonra hakim uşağın fikrini mütləq nəzərə almalıdır. 7 yaşından sonra istisna hallarda hakim uşağın fikrini nəzərə ala bilər. Nəzərə almaq hələ qərarı və ya seçimi uşağın verməsi demək deyil. Çox vaxt görürük ki, xəyanət edir ana, yəni qadın. Amma uşaq qadında qalır. Bunu nəyə əsasən verirlər? Xəyanət əxlaqsızlıq sayılmır. Avropa məhkəməsinin qətnamələri də var ki, əgər ananın həmin əməlləri, yəni xəyanəti, uşağın gözü qarşısında baş vermirsə, uşağın bayaq sadaladığım təliminə, tərbiyəsinə və s. ümumilikdə uşağın mənafeyinə mənfi təsir göstərmirsə, bu artıq əxlaqsızlıq kimi qiymətləndirilmir, bu o ananın şəxsi həyatı kimi qiymətləndirilir. Necə ki, ata xəyanət eləyir çöldə qadına, biz axı qadın və kişi hüquqlarının bərabərliyindən danışırıq. Eyni qaydada da qadın xəyanət eləyirsə, o uşağına yox, ərinə xəyanət eləmiş olur, amma uşağa nisbətdə o bəlkə də yaxşı ana kimi qiymətləndirilir. Bu səbəbdən də uşaq ananın himayəsinə verilə bilər. Və bu halda siz mənə sual verə bilərsiniz ki, bəs əxlaqsızlıq nədir? Əxlaqsızlıq bayaq dediyim kimi artıq ana bunu öz həyat tərzinə çevirib, həmin xəyanəti və yaxud da o cinsi münasibəti bunu pul qarşılığında eləyir, qrup şəklində bunu həyata keçirir, eyni cinsi ilə keçirir. Bu artıq əxlaqsızlıq sayılır ki, bu halda təbii ki, bununla bağlı faktları, sübutları məhkəməyə təqdim etməklə ananın analıq hüququndan məhrum olunması üçün iddia təqdim etmək olar və buna nail olmaq olar ki, təcrübədə bu da az deyil. Niyə özümüzə uyğun qanunlarla getmirik? Məsələn, Avropanın o bizim milli mənəvi dəyərlərimizə mənfi təsir edən qanunlarına əsas götürürük. Baxın, Azərbaycan demokratik, unitar bir respublikadır. Bunu bizim konstitusiyamız müəyyən eləyir. Və təbii ki, qanunlarımız da insan hüquqlarına və haqlarına zidd olmamalıdır. Necə ki, ölüm hökmü bilirsiniz ki, cinayət məcəlləsindən çıxarıldı. Çünki nəzərə alındı ki, həmin o ölüm yalnız yaradana aiddir da. Eyni zamanda bizim bu günləri hansısa o dünyavi qanunları götürməyimiz bizim adət-ənənə, milli dəyərlər və mentalitetdən uzaqlaşmağımız demək deyil. Əgər ki, hansı ki, sizinlə razıyam, bizim üçün milli dəyərlərdə bir halda ki, həmin o sədaqət, xəyanət, əxlaqlılıq, əxlaqsızlıq bizim üçün
necə böyük bir ziddiyyət təşkil edirsə bir-birinin arasında, eyni zamanda da biz nəzərə almalıyıq ki, bu günləri cəmiyyət yalnız qanunlarla yox, həm də milli dəyərlərlə idarə olunur. Bunu qanunvericilik də deyir axı ki, öz milli kökünə sadiq qalaraq, konstitusiya da deyir bunu. Sual olunmalıdır ki, bəs bu qədər xəyanət, xüsusilə də qadın xəyanəti, eyni zamanda kişi xəyanəti niyə baş alır gedir? Və yaxud da siz sosial şəbəkələri, xüsusilə də TikTok sosial şəbəkəsini nümunə gətirirsiniz. Bu ana uşağı ilə orada TikTok sosial şəbəkəsində mən bunu artıq qeyri-hüquqşünas olaraq deyəcəm, əxlaqsızlıq eləyirsə, biz buna niyə göz yumuruq? Düşünmürsünüz ki, elə problem bizim özümüzdədir. Düşünmürsünüz ki, problem bizim düşüncə tərzimizdədir. Sosial şəbəkədəki həmin belə deyək də qeyri-etik hərəkətlərə yol verən, sosial şəbəkədə uşağı ilə kobud rəftar eləyən və yaxud da uşağının gözü qarşısında bütün ailə sirlərini açıb cəmiyyətə tökən, uşağın qulağı eşidir işte. Həmin valideynə dəstək olan məhz biz izləyicilərik, ona hədiyyə atan bizik. Qanun necə tənzimləyir ki, o sosial şəbəkələrdə məsələn artıq canlı yayımlarda qeyd olunur. Uşaqların əxlaqsızlığa və yaxud da ki, öz əxlaqsızlıqlarına şərik edirlər və yaxud da ki, onların yanında məsələn söyüş söyürlər, təhqir edirlər və yaxud da ki, siz də məni bağışlayın, izləyicilər də, tamaşaçılar da bağışlasın. Yəni özlərinə pullu kişi axtarıb tapırlar. Bəs qanun onu uşağın əlindən ala bilərmi? Elə bir qanunda olubmu? Təbii ki, yerli icra hakimiyyətləri, müvafiq şöbələri, eləcə də ailə uşaq komitəsi bu ilə bağlı, eləcə də hüquq mühafizə orqanları bu ilə bağlı mütəmadi olaraq tədbirlər keçirdir. Bu ilə bağlı sosial çarxlar da çəkilir. Bu ilə bağlı qeyri-hökumət təşkilatları layihələr də həyata keçirir. Bu ilə bağlı hüquq mühafizə orqanlarından hətta nəinki uşağın qarşısında, ümumilikdə kütlə qarşısında nalayiq ifadələr işlədən, söyüşlər söyən və belə deyək də qeyri-etik davranışlar sərgiləyən həmin o yayımçılara qarşı müxtəlif tədbirlər görülür ki, bunu siz kütlə informasiya vasitəsinin bir nümayəndəsi olaraq məndən də yaxşı bilirsiniz, izləyirsiniz. Ona görə bu bütün izləyicilərimiz də bilir. Bu məqama bir o qədər üstündə dayanmaq istəmirəm. Amma digər tərəfdən də biz özümüz də cəmiyyət olaraq ən azından əgər biliriksə ki, qonşuda bir cinayət baş verir, o cinayəti gözümüzlə gördük, gizlədiriksə, təbii ki, biz də bir məsuliyyət daşıyırıq buna görə. Eyni zamanda da biz cəmiyyət olaraq onu izləyirik və yaxud belə bir halı görüb, hansı ki, hüquq mühafizə orqanları bu ilə bağlı və yaxud dedim, tədbirlər də görür, təbliğatlar da aparır, sosial video çarxlar da çəkir və belə halların məlum olduğu təqdirdə bizə məlumat verin deyirsə, biz bunu da eləmiriksə və ən əsası, bu uşaq deyək ki, ailə boşanıb, uşaq qalıb ananın himayəsində və ana bizim barəsində danışdığımız analardandır. Amma bu uşağın bir atası da var. Bu uşağın bir anası da, nənəsi də var, bir ata babası da var. Ən azından bu ananın da bir valideynləri var. Bəs onlar niyə tədbir görür? Xüsusilə də ata niyə həmin ekran görüntülərini qeydə alıb məhkəmə qarşısında bu gün bir iddia qaldırmır analıq hüququnun məhdudlaşdırılmasına bağlı və yaxud da analıq hüququndan məhrum etməklə bağlı. Baxın, bir məqama toxunacağım. Son dövrlər xüsusilə qeyd elədiyim məsələlərdəndir. İstəyirəm ki, bunu sizin geniş auditoriya qarşısında deyim. Bu günləri uşaqlar və boşanmış ailələrdə uşaqlar və atalar arasında böyük uçurum var. Uşaqlar ataları ilə görüşmək istəmir. Heç düşünmürsünüz bu barədə niyə görüşmək istəmir? Mən sizə deyim, bugün mənə mediasiyada icraatıma daxil olan bir işi deyim. Xanım müraciət edib, nikahın pozulmasını istəyir, uşaqların ananın himayəsində qalmağını istəyir və aliment istəyir. Mən xanıma zəng eləyirəm, vaxt təyin eləyirəm, vaxtı ona və öz qrafikimə uyğunlaşdırıram. Daha sonra bəyə zəng eləyirəm ikinci tərəfə. Onunla da vaxtı uyğunlaşdırmaq istəyirəm ki, rahat vaxtda üçümüz də mediasiya sessiyasında iştirak eləyə bilək. Bəy deyir ki, tələbləri nədir xanımın? Niyə verib məni mediasiya? Ümumiyyətlə nədir mediasiya? Bəyə telefonda mediasiyanın nə olduğunu bir qısa izah eləyirəm. Ki, adamı kim dəvət edir, niyə dəvət edir anlasın.
Xanımın tələbləri nədir? Deyirəm ki, xanımın tələbləri budur. Nikah pozulsun, uşaq anada qalsın və aliment. Bəy deyir ki, biz 3 ildə ayrılmışıq. Niyə indi aliment istəyir məndən? Bəyin növbəti sualı bu olur ki, 3 ildə o uşaqları mənə göstərmir. Mən niyə aliment verməliyəm? Belə olan halda bəyə sual verirəm. 3 ildir sən uşağı görmək üçün hansı hüquqi tədbir gördün? Bir qapılarına getdim də 3 dəfə. Niyə bu günə kimi ana aliment tələb eləyənə kimi sən uşaqla ünsiyyət barədə hansısa hüquqşünasdan və ya vəkildən hüquqi məsləhət almadın, bunun hüquqi yollarını axtarmadın? Atanın cavabı baxın çox maraqlıdır. Mən nəyə görə deyir uşağımı məhkəmə qərarı ilə görməliyəm? Axı bu uşaq mənimdir. Mən bu uşağı dünyaya gətirəndə məhkəmədən icazə almadım. İndi sual verirəm ataya. Bəs ana nəyə görə uşağı saxlamaq üçün alimenti səndən məhkəmə qərarı ilə almalıydı? Bu 3 il ərzində sən bir dəfə ananın kartına və yaxud da poçt ünvanına ya qapısını döyüb qapısına bir 20 manat pul göndərdinmi ki, mən bilmirəm, mənim uşaqlarım orada acdır ya toxdur. Deyir, mən evdən qovlamamışam ki. Sən evdən qovlamamısan, tamam. Amma o iki vuruşağın ikisində də bir günah olur. Bir tərəfli bu heç vaxt olmur. Bu və digər səbəbdən qadın gedib. Uşağın günahı nədir? Əgər sual verirsənsə mənə ki, bu günləri ana mənə uşağımı göstərmir, mən ona aliment niyə ödəyim? Biz bu təfəkkürdə olan adamlarıq. Demək ki, mən uşağı görməyəcəmsə mənim məsuliyyətim bitdimi? Bütün atalara bir başa sala bilmirəm. Bu mümkün deyil. Tək-tək söhbət eləyəndə anlayırlar. Səninlə razılaşırlar. Fərqi yoxdur, hansı peşə sahibi olur olsun. Amma mən burada düşünməyin, nə yalnız ataları günahlandırıram. Mən əvvəldən dedim ki, analar bu günləri kifayət qədər fədakar deyil, ailə canlı deyillər. Analar dözümlülük nümayiş elətdirməlidir ki, onu eləmirlər. Hamı daha rahat qazanc istəyir, daha rahat yaşamaq istəyir. Səhər yeməyini bir restoranda eləmək istəyir, axşam şamını başqa bir restoranda. Kişi xəyanət eləyir. Tamam, mən demirəm doğru eləyir. Amma bir qadın oturub özünə o sualı vermir ki, kişi mənə xəyanəti niyə elədi? Kişi də olsa, bu da insandır, bunun da bir ürəyi var, o da bir qayğı istəyir, bir diqqət istəyir. Sən kişi evə gəlirsən ancaq deyinirsən. Kişi evə gəlirsən ancaq tələb eləyirsən. Kişi evə gəlirsən bir belə deyək də bir xoş üz göstərmirsən. Təbii ki, bu kişi də xoş üzü harda görəcəksə ora gedəcək. Eyni zamanda da qadın. Bir qadını ona xəyanət eləyən kişi düşünüb ki, mənim qadınım mənə niyə xəyanət elədi? Axı mən bunu yaxşı kişinin qızı bilmişdim, özümə almışdım, arvad eləmişdim. Bax nə deyirəm, almışdım, arvad eləmişdim. Axı alan bizi heç bir qadın durub gedib hansısa kişinin qapısına demir ki, oğlu alıb özümə ər eləmək istəyirəm. Axı alıcı bizi. Bu günləri qadının xəyanətini bağışlayan kişilər var cəmiyyətdə. Mən demirəm, sən ona qeyri-insani hərəkət elə. Amma ən azından artıq gördün ki, bu xəyanətkar adamdır da, bundan ayrıl da. Sən qadının bu günləri bir nəfər xəyanətin bağışlayacaq, 2 nəfər xəyanətin bağışlayacaq, ayrılmayacaq, 3 nəfər xəyanətin bağışlayacaq, boşanmayacaq, 4-cüsü xəyanətin bağışlayacaq, o ilə yenə mehriban ailə həyatı nümayiş eləməyə başlayacaq. Qonşunun da arvadı ona baxacaq, deyəcək ki, heç filan kəsin xəyanət elədi, əri bağışladı, məni də bağışlayar yəqin. Boşanmaların əsas səbəblərini göstərdiniz, amma belə bir boşanmalar da var ki, formal boşanmalar. Formal boşanmalar necə olur? Onlar haqqında istəyərik danışasınız. Formal olaraq boşanmalar az deyil. Burada xüsusilə sosial müavinətə görə boşanmalar var ki, sosial yardım alsınlar dövlətdən. Formal olaraq boşanıb başqa bir ölkənin vətəndaşlığını almaq istəyənlər var ki, bu səbəbdən xüsusilə də Avropaya mühacirət eləyirlər, burada boşanırlar, boşanmışam, artıq orada yaşaya bilmirəm deyənlər var. Bir də məni narahat eləyən bir məqam var ki, indi aliment problemi var bilirsiniz və aliment fondu yaranmalıdır. Təbii ki, bir qrup hüquqşünaslar
bunu dəstəkləyirlər ki, uşaqların maddi baxımdan boşanmış ailələrdə təminatı ilə bağlı dövlət bir fond yaratsın və aliment həmin fonddan ödənilsin. Sonradan dövlət özü atalardan alsın. Amma mən hesab edirəm ki, aliment fondunun yaranmağı da formal boşanmaların sayının artmasına səbəb olacaq. Mən ən azından belə deyək də çalışıram ki, bu məsələdə qatqı verməyim və mənə müraciətlərdə mən biləndə ki, vətəndaşların niyyəti məhz xüsusilə də sosial yardım almaq üçün boşanmağa hesablanıb, bu halda o işləri götürmürəm. Eyni zamanda təcrübəmdə olub ki, mediasiya işindən də imtina elədiyim iki belə hal olub ki, anlamışam ki, adamlar məhz sosial müavinət almaq üçün formal olaraq boşanmaq istəyirlər. Mən mediator olaraq bu işdən imtina eləmişəm və buradan həmkarlarıma da təklif və tövsiyə edirəm ki, bu tip işlər görəndə çalışsınlar, hüquqi xidmət göstərməsinlər və mediasiya xidməti göstərməsinlər ki, bu ən azından formal boşanmaların qarşısını alar. Formal boşanma niyə təhlükədir? Məsələ onda deyil ki, dövlət büdcəsindən hansısa məbləğdə pul vətəndaşa gedəcək. Təbii ki, bu yenə bizim vətəndaşa gedir. Amma bu boşanma statistikasının sayını artırır və gələcəkdə ailələr üçün hüquqi problemlər yaradır. Son dövrlərdə o plana düşən evlərdən 2 mənzil ala bilmək üçün və yaxud da bu Qarabağa böyük qayıdış kampaniyası çərçivəsində 2 ev ala bilmək üçün boşananlar da, bunun üçün müraciət edənlər də az deyil. Hansı hallarda ata və yaxud da ki, valideyn aliment ödəməkdən imtina edə bilər? Heç bir halda valideyn aliment ödəməkdən imtina eləyə bilməz. Qanunvericilik, Ailə Məcəlləsi bir mənalı olaraq deyir. Uşaqdan ayrı yaşayan valideyn uşağının saxlanması üçün aliment ödəməyə borcludur. Qaldı ki, alimentin məbləği təbii ki, əgər rəsmi əmək haqqı və digər gəlirlər varsa, bir uşağa görə əmək haqqının və gəlirlərin 4/1-i, 2 uşağa görə 3/1-i, 3 uşağa görə 50% həcmində aliment tutulur. Əgər həmin məbləğ uşağı saxlamağa yetmirsə və yaxud da rəsmi əmək haqqı və gəlirlər yoxdursa və ya bunları müəyyən eləmək mümkün deyilsə və ya vətəndaş əmək haqqını natura şəklində alırsa və yaxud da xarici valyuta ilə alırsa, bu halda qanunvericilik sabit pul məbləğində aliment təyin olunmasını da nəzərdə tutur ki, həmin məbləğ uşağı saxlamaq üçün müəyyən yetəcək qədər məbləğ olmalıdır və yaxud da uşağın əvvəlki həyat şəraitini maksimum dərəcədə saxlamağa xidmət eləməlidir. Bu məqamda xüsusi bir məqam yadıma düşdü, onu qeyd eləməliyəm. Bu da mifdir ki, insanlar hesab eləyir ki, bu il aliment məbləği 246 manatdır. Heç bir hüquq ədəbiyyatında, heç bir qanunvericilikdə və yaxud da məcəllədə qeyd olunmayıb ki, bu il aliment məbləği 246 manatdır. O 246 manat bildiyimiz məbləğ bir uşağın Nazirlər Kabineti tərəfindən cari il üçün bir uşağın minimum həcmdə saxlanması üçün istehlak səbətidir. Atalar bu halda da bir başqa səbəb gətirir ki, 246 manatsa yarısı məndən tutulsun, yarısı anadan. Məsələ burasındadır ki, sənin uşağın mənim uşağımdan heç də belə deyək də fərqli deyil, heç də əksik deyil. O da digər maddi cəhətdən təmin olunmuş uşaqlar kimi yaxşı yaşamaq hüququna malikdir. 246 manatı minimum səndən bu gün məhkəmə gəlirlərin yoxsa və ya gəlirlərin azsa və ya gəlirlərini müəyyən eləmək mümkün deyilsə, məhkəmə 246 manatı uşaqdan ayrı yaşayan valideyndən tutur. Çünki bilirsiniz ki, qanunvericiliyə əsasən aliment yalnız kişilərdən tutulmur, qadından da aliment tutula bilər. Bu da bir mifdir, hesab edirlər yalnız kişidən tutula bilər. Amma burada da artıq mənim mövqeyim bir balaca haşiyə çıxacam. Mövqeyim fərqlidir. Mən heç vaxt aliment atanın himayəsində qalan uşağın saxlanması üçün aliment tutulmasına görə atalara hüquqi xidmət göstərməmişəm. Niyə? Çünki mən hesab edirəm ki, əgər bir ana pisdirsə,
sən məhkəmə qaydasında uşağı anadan alırsansa ki, mən özüm saxlayacağam, pis qadının çörəyində sən uşağı yezdirməməlisən. Belə sual çıxır. Bəs pis kişinin pulunu niyə uşağa yezdirirsən? Pis kişinin pulunu, hətta pis kişinin pulunu uşağa yezdirmək lazımdır. Çünki ailənin məhz maddi cəhətdən təmin edəcək şəxs hesab edirəm ki, kişidir və həmin kişi uşaq dünyaya gətirəndə o məsuliyyətini dərk eləməlidir. Baxın, bu günləri əksər kişilər ailə quranda, bu bir növrə qədimdən hətta belə olub, yalnız bu gün deyil. Ailə quranda nədir? Bir ev qızı olsun, oxumasın, işləməsin, mən kişiyəm, mən onu təmin eləyəcəm. Düzdürmü? Bu günləri artıq həmin o ev qızı yanında özündən əlavə 2 uşaqla ayrılırsa, sən ən azından o ev qızını yox, öz 2 uşağı maddi cəhətdən təmin eləməyə borclusan. Hətta pis kişi olsan belə, yaxşı ata olmağa borclusan sən. Zahir bəy, nicahdan kənar doğulan uşaqlar var ki, yəni nicahdan kənar, ailə qurmayıb, nicahdan kənar olan uşaqlara aliment düşürmü? Fərqi yoxdur. Birinci nicah, ikinci nicah, rəsmi nicah, qeyri-rəsmi nicah. Hətta nicahdan kənarda belə uşaq doğulubsa, o uşağın saxlanması üçün uşaqdan ayrı yaşayan valideyn aliment ödəməyə borcludur. Amma burada 2 məqam var. Ya ata özü etiraf eləməlidir. Yəni sadə dildə desək, uşağına atalıq verməlidir. Ya da ana ilkin olaraq məhkəməyə müraciət edib, məhkəmə qaydasında atalıq faktının müəyyən olmasına bağlı iddia verməlidir və bunu sübuta yetirməlidir ki, burada DNK analizi falan, bu bir ayrı mövzuda hesab edirəm. Ondan sonra o ilə paralel atadan aliment tutulması ilə də bağlı iddia verib aliment də tələb eləyə bilər. Qanunvericilikdə bu mümkündür. Bunu dediniz, başqa bir aktual problem yadıma düşdü. Bəzən də mənə qadınlar müraciət edir. Deyir ki, mənim ərim boşanıb, yəni mən ərimin ikinci arvadıyam, ikinci həyat yoldaşıyam. Birinci nicahdan ərimin 2 uşağı var. Bu nicahdan da mənimlə olan nicahdan da 2 uşağı var. Ərim cəmi misal üçün 600 manat əmək haqqı alır və yaxud da günü 20 manata fəhlə işləyir günəmuzlu olaraq. Aliment məbləğini aşağı salmaq olarmı? Bax, mən bu anaları da qınayıram. Sən ailə quranda bu kişi ilə sən bilirdin ki, bu kişinin ayda 600 manat qazancı var. Və o birinci nicahdan olan uşaqlarına misal üçün 400 manat aliment ödəyir. Gəldin, 2 uşaq daha sən dünyaya gətirdin. Və sən onda düşünmədin ki, ərim 400 manat ora ödəyirsə 200 manatla mənim 2 uşağımı necə saxlayacaq? Və yaxud da sən ana olaraq düşünmürsən ki, bu günləri alimenti aşağı saldım, 300 manat o tərəfə verdim aliment, 300 manat da mənə verildi. Bəs necə olur ki, sabah sən boşananda ikinci nikahdan olan qadınlar, sən 400 manat aliment tələb edirsən, sən 500 manat aliment tələb edirsən. Görürsən, burada ziddiyyətli məqamlar var. Ona görə də bizim müsahibənin lap əvvəlinə qayıtsaq ki, günah qadındadır ya kişidə, bir mənalı olaraq demək, günah qadındadır demək və ya günah kişidədir demək doğru olmaz. Çünki bu günləri hüquq məntiqi formalaşmayan qadınlarımız da, kişilərimiz də var. Demək, məsələ nədə gedir? Nəyə gəlir? Çıxır, məsələ bizim hüquqi, iqtisadi və s. biliklərimizin olmamağına, ümumilikdə düşüncə tərzimizdə bir problemin olmağına, düşüncə tərzimizin kasad olmağındadır. Adam 3 uşaq dünyaya gətirir, sonra da dövlətdən uşaq pulu davası eləyir. Amma adam anlamır ki, uşaq pulu dövlətin bir sosial siyasətidir. Adam sual verir mənə, necə olur ki, Rusiya uşaq pulu verir, Ermənistan uşaq pulu verir, Azərbaycan uşaq pulu vermir. Əslində bu biraz mövzudan kənara çıxıram. Amma bu dediyim kimi dövlətin sosial iqtisadi bir siyasətidir. Rusiya hökumətində bu günləri ərazi böyüdür, amma uşaq artımazdır. Bayaq sizin dediyiniz Avropa məsələsi kimi vətəndaş nikahına daxil olurlar. 5 il bir yerdə yaşayırlar, uşaq dünyaya gətirmirlər. Ermənistanda demoqrafik vəziyyət pisdir. İnsanlar xaricə köç eləyir və əhali artımı sürətlə aşağı düşür.
Bəs sual verirəm, necə olur ki, Çində Uşaq yox. uşaq pulu yoxdur. Hətta əvvəllər Qadağa qoymuşlar. 2-dən artıq uşağa görə cərimə nəzərdə tutulurdu, vergi nəzərdə tutulurdu. Hətta daha çox uşaq sayına görə cinayət məsuliyyəti var idi. Demək ki, bu dövlətin siyasi məsuliyyətidir. Adam dalınca sual verir. Bəs onda necə olur ki, 18 yaşına çatan kimi voyenkomat qapımı döyür ki, uşağı ver əskər aparıram. Onda bu dövlətin niyə də qorusun mənim uşağım? Adam dərk eləmir ki, o dövləti, o torpağı, o Dədə Qorqud filmində deyir, bu torpağı sən qorumasan, mən qorumasam kim qoruyacaq? Müəyyən qadınlar var ki, imkanlı, məsələn, ailəli kişilər hətta, yəni imkanlı adamlarla münasibətdə olur və onun razılığı olmadan çalışır ki, hamilə qalsın və uşaq olsun və ondan uşaqdan istifadə edərək, yəni belə qadınlar var, uşaqdan istifadə edərək öz imtiyazını, öz maddi rifahını düzəltsin. Çünki kişi onun uşağı olduğunu bildirməməyə çalışacaq, ailəsi bilməsin, ailəsi dağılmasın deyə və o kişini belə dırnaq arasında ələ keçirib onun imkanlarından yararlanacaq, maddi imkanlarından öz şəxsi həyatı üçün, gələcəyi üçün, yəni təminat əldə edəcək. Yəni belə hədə qorxu, şantaj yolu ilə bəli, pul tələb eləyəcək. belə hallar qanunla necə tənzimlənir? Yəni kişi o atalıqdan imtina edə bilərmi məhkəmədə? Çünki öz razılığı olmadan olub. Hər bir halda kişiyə bəlli idi ki, cinsi münasibətin nəticəsində qadın uşaq dünyaya gətirə bilər. Bu səbəbdən də onun razılığı artıq cinsi münasibətdə olmağı bir növ dolayı yolla razılıq verməyi deməkdir. Və belə olan təqdirdə də heç bir halda uşaqdan imtina verə bilməz və yaxud da atalıq hüququndan imtina eləyə bilməz. Ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmayıb atalıq hüququndan imtina və yaxud da uşaqdan imtina. Tez-tez belə bir müraciətlərdə olur mənə ki, mən uşaqdan imtina eləmək istəyirəm, aliment verməyim deyə və yaxud da analar müraciət eləyir ki, mən ondan aliment də istəmirəm, istəyirəm uşaqdan imtina eləsin, bu mümkün deyil. Və yaxud da bütün hüquqlarım, boşanmışam, bir sözlə düşüb dillərinə, vəkaləti məndədir. Mən necə uşağı xaricə aparmaya bilərəm ki, belə problem də var. Hər bir halda bu qanunvericiliyə nəzərdə tutulmayıb və nəzərdə tutulmağı da bayaq dediyim kimi mümkün deyil. Bu insan hüquqlarına zidd ola bilərdi. Amma təbii ki, burada durub desək ki, hədə qorxuyla, şantajla pul tələb etmək var. Təbii ki, bu da yoxdur. Çünki nəticə etibarilə uşağın mənafeyi nəzərə alınaraq ana məhkəməyə müraciət edib aliment də tələb eləyə bilər ki, bu bəzən evli kişilər özləri bunun əleyhinə olur və özləri buna razılıq verir ki, mən sənə belə deyək də maddi cəhətdən təmin eləyəcəm, sadəcə sən rəsmi olaraq məndən aliment tələb eləmə. Belə olan təqdirdə yenə məsələ gəlir bizim təfəkkürümüzə. Sadəcə insanlar nəfsinə hakim olmağı bacarmalıdır. Bu qədər sadə. Onların mal bölgüsü necə olur? Çünki onlar rəsmi nicahda olmur. Ancaq aliment ala bilər, yoxsa müəyyən mal mülkdə tələb edə bilər? Heç bir halda qadın nə özünə görə, nə uşağa görə həmin kişidən mal mülk tələb eləyə bilməz. Amma kişi vəfat etdiyi zaman adına olan əmlak miras əmlakı hesab olunur və qeyri-rəsmi nikahdan, birinci nikahdan, ikinci nikahdan, üçüncü nikahdan, fərq eləmir neçənci nikahdan, rəsmi və ya qeyri-rəsmi nikahdan doğulmuş bütün övladları da rəsmi nikahdan doğulmuş evladları ilə eyni hüquqa malikdirlər və vərəsələr arasında əgər vəsiyyətnamə yoxdursa, əmlak bölgüsü, miras əmlakının bölgüsü tən şəkildə aparılır. Əgər vəsiyyətnamə varsa, bu da ayrı bir mövzudur ki, bu halda yenə onların məcburi pay hüququ var. Yəni vəsiyyətnamə verilib deyək ki, bir oğula, amma digər övladlara vəsiyyətnamə yazılmayıb və ya vəsiyyətnamədə onların adı çəkilməyib. Həmin o vəsiyyətnamə verilmiş övlada daha çox hissə düşür. Digərlərinə vəsiyyətnamə olmadığı təqdirdə düşəcək miras əmlakının yarısı həcmində düşür. Yəni bayaq deyək atanın 2 övladı var idi. Deyək bir misal üçün 100 minlik əmlakı var idi. Ata vəfat elədiyi zaman onun övladları arasında bu tən bölünəcəkdi. Hərəsinə 50 min dəyərində, yəni 2də 1 həcmdə. Bu dəfə
vəsiyyətnaməni deyə verib böyük evladına misal üçün, digər övladının adı yoxdursa vəsiyyətnamədə, o digər övladının yenə məcburi pay hüququ var, amma əvvəl düşəcəkdi 50.000 manat, 2/1 nisbətdə, indi düşəcək 25.000 manat, yəni 4/1 nisbətdə. Əvvəl düşəcək payın, vəsiyyətnamə olmadığı təqdirdə düşəcək payın 50% həcmində vəsiyyətnamə düşəcək. Və vəsiyyətnamədə bir məqamda var. Bəzən necə ki siz düşünürsünüz ki, qeyri-rəsmi nikahdan və yaxud da sualı belə qoyursunuz da, qeyri-rəsmi nikahdan doğulan uşaqlar eyni zamanda da bəzən deyirlər ki, belə bir mif var ki, miras yalnız evin kiçik oğluna düşür və yaxud da miras yalnız oğlanlara düşür və yaxud da miras maddi imkanı varsa, özünün evi varsa ona artıq atasının və ya anasının miras əmlakından pay düşmür. Mən buna həmişə belə deyirəm, fərqi yoxdur. Oğlan, qız, böyük, kiçik, evli, subay, dul, boşanmış, varlı, kasıb, Azərbaycan vətəndaşı, qeyri-Azərbaycan vətəndaşı. Hamının miras əmlakda məcburi pay hüququ var. Bir vəsiyyətnamə istisna. Bir dənə də orada istisna yalnız ləyaqətsiz vərəsə. Bayaq dedim axı övladlıqdan çıxartma yoxdur. Atalar, yaşlı atalar görürsə müraciət edir ya analar ki, övladlıqdan çıxartmaq istəyirəm. Yox, o mümkün deyil. Yalnız valideyninə qarşı, tək burada vəsiyyətnamədə valideyninə qarşı deyil də, valideynin də övlada qarşı ola bilər versən. Ləyaqətsiz hərəkətləri, cinayət əməlləri, onun nüfuzdan salacaq, alçaldacaq əməlləri varsa, bu halda məhkəmə qaydasında sübutları təqdim etməklə iddia tələbi irəli sürmək olar. Ləyaqətsiz vərəsə elan eləmək olar ki, artıq ləyaqətsiz vərəsə miras əmlakdan məhrum olunur. Əziz izləyicilərimiz, Zaur bəy dediyi kimi çalışın, bir-birinizi evdə dinləyin, dinləmə mədəniyyəti olsun, boşanmayın. İşdir, nəsə işiniz olarsa bu yolda Zaur bəy köməyiniz olacaq. Amma çalışın, işiniz düşməsin Zaur bəyə.